Gəncə şəhərində 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qıza əxlaqsız hərəkətlər edib. Teleqrafın əldə etdiyi məlumata görə hadisə ötən il aprelin 22-sində şəhərin Depo qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü Fərid həmin gün saat 14 radələrində qəsəbədəki dostu və qonşusu Vəlinin evinə gəlib. O evdə tək olan eşitmə və nitqi qabiliyyəti məhdud olan Səidənin köməkçisi vəziyyətindən istifadə edib ona zorakılıq tətbiq edib. Qıza dərəcəsi təyin edilməyən xəsarətləri yetirib, köynəyinin boğaz nahiyəsinə qədər qaldıraraq intim hərəkətlər edib. Çarpayının üzərində üzü üstə uzadaraq saçlarından tutub zor tətbiq etməklə onu soyundurub, qeyri-təbii yolla cinsi əlaqədə olub. Fəridin barəsində Cinayət Məcəlləsinin 150.1-ci zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətində istifadə edilməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə maddəsi ilə ittiham elan edilib. Fərid elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, günorta saat 12-13 radələrində işdən qaydanda Səidənin yaşadığı evə atası ilə görüşmək üçün gedib. Amma qızın atası evdə değildi. Səidə ac olduğunu söylədi, ona süb alıb verdim. Sonra da oradan getdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, Səidə ilə qonşudurlar, 4 ildir onları tanıyır. Səidənin nitq və eşitmə qabiliyyətinin olduğunu bilirdim. Ona pul təklif etməmişəm, cinsi əlaqəyə girməmişəm deyə təqsirləndirilən şəxs belə ifadə verib. İş üzrə zərər çəkmiş Səidənin sözlərinə görə Fərid evlərinə axşam gəlib. Mənə 5 manat təklif etdi. Sinəmdən öpmək istədiyini bildirdi. Razılıq vermədim, pulu da götürmədim. Fərid məni tutaraq yerə yıxdı. Mən qışqırmağa başladım. Fərid paltarlarımı çıxardı, sinə nahiyəmdən öpməyə başladı deyə zərərçəkmiş qız ifadəsində göstərib. Zərərçəkmiş qeyd edib ki, daha sonra Fərid onun şalvarını aşağı çəkmək istəyib. Ona imkan vermədim. O mənə şillə vuraraq boğmağa başladı. Qapıya sarı qaçmaq istədim. Amma Fərid məni tutaraq geri gətirdi, öpməyə davam etdi. Nəfəs ala bilmədim. Zorla soyundurduqdan sonra bədənimə toxundu. Mən də sürünərək qaçmağa çalışdım. Fərid səsimi çıxarmamağım üçün məni vurdu və boğdu deyə qız ifadəsində göstərib. Səidə bildirib ki, Fərid onu yatağa, daha sonra yenidən divana yıxıb. Ayağımı istilik sisteminə vuraraq səs-küy salmağa, ayağını qırmağa çalışdım. O məni yenidən vurmağa başladı. Əlimi onun gözünə ataraq müqavimət göstərmək istədim. Fürsət yaranan an onu itələdim və küçəyə çıxdım deyə o ifadəsində göstərib. Zərərçəkmiş şəxs deyib ki, Fəridin onların evinə nə üçün gəldiyini bilməyib. Üzü üstə olan zaman mənimlə intim əlaqədə oldu. Təqsirlənən şəxsdən şikayətçiyəm, barəsində ən ağır cəza təyin olunmasını istəyirəm deyə zərərçəkmiş şəxs ifadəsində göstərib. İş üzrə şahid qismində ifadə verən qəsəbə sakini Məmmədin sözlərinə görə hadisə günü saat 4-5 radələrində ustadan mobil telefonunu götürmək üçün avtomobili yola çıxan zaman Səidə özünü onların avtomobilinin qarşısına atıb. Fərid də onun arxasınca gəldi. Səidə mənə əli ilə olanları başa salmağa çalışdı. Fərid Səidəyə yaxınlaşmağıma mane olmaq istədi. Qız huşunu itirdi. Üzünə su vurduqdan sonra özünə gəldi. Biz polisə zəng etmək istədik, amma Fərid kim nə deyirsiz deyin. Mənim heç kimdən qorxum yoxdur
deyib getdi. Sonra polis əməkdaşları gələrək çəkiliş etdilər. Çəkiliş zamanı zərərçəkmiş şəxsin sinə nahiyəsindən xəsarətlərin olduğunu gördüm deyə Məmməd ifadəsində göstərib. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Fərid 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Qeyd edək ki, Fərid bundan əvvəl də məhkum olunub. O 2021-ci ildə Cinayət Məcəlləsinin 177.2.3-cü yaşayış sahəsinə, habelə binaya, ambara və ya başqa saxlanıc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək maddəsi ilə təqsirli bilinib və 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ondan əvvəl isə 2020-ci ildə də eyni əmələ görə məhkum olunub.